Seyran Mahmudoğlu, rejissor, prodüser, Od Media Production'ın təsisçisi. Kür Çaylar Anası filmi tam metrajlı sənətli filmdir və adından da göründüyü kimi Kür çayı haqqındadır. Mənə görə hər bir ideya əslində çox bəsit, adi bir məqamdan yaranır. Bu filmdə eynən elə olmuşdu. İnternetdə Kür çayı haqqında bir şəkil görmüşdüm, foto və o fotoda görünürdü ki, Kür çayı sanki Anadoludan Qafqaza kimi bütün bir regionu bir damar kimi belə şaxələnir. Bu mənim diqqətimi cəlb eləmişdi. Sonra 2020-ci ildəki Kür qurudu, Xəzər dənizinə çatmadı və ekoloji fəlakət oldu. Bu mövzu biraz da mənim diqqətimi cəlb elədi və biz başladıq bunu araşdırmağa. Hal-hazırda filmin ssenari müəllifi olan tarixçi Əkbər Nəcəflə birgə biz başladıq bu Kür çayı haqqında ətraflı məlumatlar toplamağa, daha geniş məlumatlar toplamağa və beləcə bu film ideyası yarandı. 2023-cü ildə Arka müsabiqə elan eləyəndə biz bu layihəni təqdim eləmişdik və qalib layihələrdən biri də Kür Çaylar Anası layihəsi oldu və beləcə 2024-cü ildən biz bu layihənin istehsalına başladıq. Təbiət filmini etmək özü-özlüyündə həm çətindir, həm də maraqlıdır və gözlənilməz məqamların çox olur. Ümumiyyətlə, sənətli filmdə gözlənilməz məqam çox olur, çünki planladığının demək olar ki, 70%-i baş tutmur. Mənə görə ən həyəcanlı Kür çayın o başlanğıc hissəsini tapmaq olmuşdu. Filmdə bu çox rahat görünür, amma biz ora 3-cü cəhddən sonra çıxa bilmişdik. 3-cü cəhddən sonra biz oranı tapmışdıq və gözümüzün önündə hamımızın gördüyü və öyrəşdiyimiz o böyük, maştablı bir Kür çayının balaca bir hardan qaynağını tapmaq, görmək mənim üçün çox həyəcanlı idi və ən yadımda qalan hissə o olmuşdu. Filmdə vurğulamaq istədiyimiz əsas fikir sözsüz ki, son illər aktual olan istiləşmə, su çatışmazlığı bu məqamdır və bu filmdə də bu özünü göstərir. Biz bir məkan var idi, ora çəkməyə getmişdik. Gəldik, gördük ki, həmin hissədə demək olar ki, bizə lazım olan heç nə yoxdur. Daha doğrusu film üçün o maraqlı bir detal deyildi, deyildiyi qədər deyildi. Anidən Axsqa türklərini çəkirdik, belə deyək, onların orada yaşadıqları yeri çəkirdik. Sözsüz ki, orada heç kəs qalmayıb, orada məscidin qaldığını deyirdilər. Biz o məscidi çəkməyə getmişdik. Birdən bir maşın gəldi və Qazaxıstandan bir ailə gəlmişdi. Adam uşaqlarını gətirmişdi, ailəsini gətirmişdi və öz ailəsinə vaxtı ki, onun nənə-babasının burada yaşadığını vurğulamaq üçün gəlmişdi, onu dedi. Bu filmin o gözlənilməz anlarından biridir, belə deyim. Belə məqamları biz şans adlandırırıq, çünki bunu heç vaxt sən planlaya bilmirsən. Belə bir epizodun alınması bizim üçün filmin uğurlu məqamlarından biridir ki, biz həmin epizodu da filmə daxil etdik. Tamaşaçıya demək istəyirəm ki, bu film həqiqətən faydalı bir filmdir. Bu film sizə, bizə bütöv bir Kürü anladacaq, bütöv bir Kürü təqdim edəcək və görüntülər, orada gördüyünüz, aldığınız məlumatlar faydalı olacaq və heç zaman yaddaşınızdan silinməyəcək. Kür Çaylar Anası filmi 2023-cü ildə Arkanın təşkil etdiyi müsabiqənin qalib layihələrindən idi və dövlət dəstəyindən istehsal olunub. Layihənin ümumi büdcəsinin 200 min manatı Arka tərəfindən qarşılandı. Layihənin təşkilatı dəstəyi ictimai televiziyaya məxsusdur. İstehsalçı şirkət olaraq Od Mediadır. Bundan əlavə maliyyə dəstəyindən əlavə bizə layihə müddətində bir çox insanların dəstəyi oldu, bir çox dövlət qurumlarından dəstəyi oldu. Xüsusən də Türkiyədən Ərdahan Valiliyinin dəstəyi çox oldu. Çünki Türkiyə çəkilişlərimizin bütün hissəsində valiliyin birbaşa dəstəyi ilə söhbət təşkilatı dəstəkdən gedir. Birbaşa dəstəyi ilə biz o çəkilişlərimizi həyata keçirə bildik. Fürsətdən istifadə edib bu layihədə əmək olan, bu layihəyə dəstək olan, ən az görünə bilən, amma əslində bizim üçün çox böyük dəyər olan, dəstək olan hər bir insanlara, hər bir şəxslərə, hər bir dövlət qurumlarına təşəkkür edirik.